Esselamu Aleyküm ve Rahmetullahi ve Berekat. Əziz və dəyərli müsəlmanlar, cəhmiləri, əşari və məhdudilərin eyni etiqadi görüşləri, bölüşmələri barəsində 9-cu videomuzdur. Paylaşmağı, bölüşməyi yaddan çıxarmayın dəyərli müsəlmanlar. Bu videomuzda biz Allah Subhanahu və Teala'nın, Allah Teala'nın qəzəb və ridası barəsində, sifəti barəsində, iki sifəti, qəzəb və riza, Allahın razılığı və qəzəb etməsi barəsində danışacağıq. Və ilk öncə baxaq görək, Bişir Cəhmi olan Bişir Əl-Mərisi bu barədə nə deyir? Bişir Əl-Mərisi deyir ki, yəni Allah Teala'ya qəzəb və həmçinin razılıq kimi sifətləri aid etmək olmaz. Və demək olmaz ki, Allah Teala qəzəb edir və həmçinin razı qalır. Lakin deyilir ki, qəzəbdən məqsəd cəzalandırması, razılıqdan məqsəd isə mükafatlandırmasıdır. Yəni bu cür nə təbir edirlər, yazırlar. Və eyni qaydada Cəhmi Bişir Əl-Mərisinin dediyi bu etiqadi görüşü əşari məhdudlər daşıyır. Fowraq, İbn Fowraq Müşkil Əl-Hədis kitabında, Əl-Qastalani İrşad Əs-Sari kitabında və s. kimi əşari və məturidi imamları da eyni görüşü mənimsəyiblər. Eyni görüşü mənimsəyiblər. Lakin bunlar deyirlər ki, biz İmam Əbu Hənifənin yolundayıq, İmam Əbu Hənifənin məhzəbindəyik. Baxa görək İmam Əbu Hənifə rahimehullah barədə nə deyir? İmam Əbu Hənifə rahimehullah isə Fiqhul Əkbər kitabında deyir ki, o, yəni Allah qəzəb də edər, razı da qalar. Lakin onun qəzəbi cəzalandırması, rızası da mükafatlandırılması kimi deyilməz. Deyilməz. Çünki Allah Subhanahu wa Taala Qurani Kərimi vərəqləyən, Quranı oxuyan bir kəs bilir ki, Allah Taala'nın qəzəb etməsi var və həmçinin hədislərdə gəlib bu. Necə ki, hədisdə gəlib ki, Şəfaət hədisində Səhih Buxari Müslimdə keçir. Allah Rasulü sallallahu aleyhi ve sellem bütün peyğəmbərlər deyirlər ki, insanlar o günü aciz halda peyğəmbərlərin yanına gəlirlər. Və hər peyğəmbərin yanına gəldikcə o peyğəmbərlər deyirlər ki, Allah Teala bu günləri elə bir qəzəb etmişdir ki, bundan öncə belə bir qəzəbli olmayıb. Allah Teala qəzəblidir deyirlər. Ona görə də İmam Əbu Hənifə rahimehullah deyir ki, Allah Teala'nın qəzəb etməsi, cəzalandırması kimi yozulmaz. Allahın rızası, razılığı isə mükafatlandırılması kimi nədir? Təfsir edilməz. Və sonra Allah Teala'nın ayətlərini oxuyaq ki, Allah Teala Fəth surəsi 6-cı ayətində buyurur ki, Allahın onlara qəzəbi tutmuş və Allah onlara lənət etmişdir. Başqa bir ayətdə Məhəmməd surəsi 13-cü ayətində deyir ki, ey iman gətirənlər, Allahın qəzəbinə duçar olmuş bir qövmlə dostluq etməyin. Başqa bir ayətdə Taha surəsi 81-ci ayətində isə Allah Teala buyurur ki, sizə verdiyimiz ruzilərin təmizindən, halalından yeyin, həddi aşmayın, yoxsa Allahın qəzəbinə duçar olmuş olarsınız. Və necə ki, Əhl-i Sünnə vəl Cəmaə, salih sələflər digər Allahın sifətlərində hansı etiqadı tutmuşlarsa, Allah Teala'nın bu sifətlərində eyni etiqadı daşımışlar. Lakin cəhmilər və günümüzdə olan bu əşarilər və məhdudlər eyni ilə cəhmilərin, yəni Bişir Əl-Mərisinin etiqadı görüşlərini bölüşmüşlər, paylaşmışlar. Ona görə də buradan yenə də onlara müraciət edirəm. Çıxın, Qul həti burhanakum in kuntum sadiqin. Dəliliniz varsa cavab verin bunlara. Boş-boş çıxıb çərənləyib ağzınıza gələni danışmayın. Gücünüz çatırsa, gücünüz varsa, yəni dəlil gücünüz varsa çıxın cavab verin. İnanmıram ki olsun. Paylaşmağa, bölüşməyə yaddan çıxarmayın deyərəm müsəlmanlar.